Onu da deyim ki, anamı bilirəm, amma bir çox hallarda düşünürəm ki, başıma nə gəlirsə layiqəm, hətta azdır da. Artıq uzun müddətdir ki, nifrət etdiyim adamlara, hətta ən qatı düşmən hesab etdiyim insana belə qarğış, lənət oxuya bilmirəm. Çünki bu pis düşüncələrimə görə Allah qatında başıma bir bəla gələcəyindən qorxuram. Axı mən heç də yaxşı adam deyiləm. İnsanlar məni bir çox hallarda tərbiyəli, öz hörmətini saxlayan ağır bir adam kimi görsələr də, mən nə də bərkanlıyam, nə də ağıram, nə də öz hörmətini saxlayanam. Düşünürəm ki, alçağım biliyəm, hətta bir sadistəm. Kənardan işləyən, əsasən də zülm çəkən adamlara baxanda böyük bir zövq almağa başlayıram. Hətta qəhqəhə çəkib gülürəm də. Hətta onu da deyim ki, bu yaxınlarda bir yoldaşımla, yəni bir dostumla, iş yoldaşımla meyvə yığırdıq. Öz kəndimizdəki alverçilərdən birinəm. Şərikli şəkildə gündəlik muzla alça yığırdıq. Pulumuzu alırdıq. Gündüz vaxtı idi. Mən ağacın ətəklərini, yerdən əl çatan hissələrini yığırdım. Ağac çox da böyük değildi, lakin yuxarıda əl çatmayan budaqları da var idi. İş yoldaşım dedi ki, mən ağaca çıxıram. O, orta yaşlı kişi idi. Məndən 18 yaş böyük idi. Amma məndən daha çevik idi. Daha cəldi idi. Nəysə, o ağaca dırmaşdı. Biraz yuxarı qalxdıqdan sonra ayağının altındakı budaq sınmağa başladı. O, müvazinətini itirdi. Dik duruşdan köndələn vəziyyətə gəldi. Sonra o budaq tam qırıldı və başı aşağı sallandı. Mən əlimi açsam onu tuta bilərdim. Lakin bu heç ağlıma da gəlmədi. Sadəcə dayanıb baxır və gülürdüm. O budaqlara sürtünə-sürtünə yerə yıxıldı. Yerə düşəndən sonra sanki məni yenidən tanıdı. Gözlərində böyük bir təəccüb var idi. Axı mən niyə kömək etmədim? Yəni kimsə gözümün qabağında əziyyət çəksə, mən bundan kayf alan bir alçağam. Hətta hərdən tək qalanda özümü güldürmək üçün gözümün qabağına ağır yükü çiyinlərinə qaldırıb apara bilməyən adamları gətirirəm. Adamın qabırğaları az qala sına-sına o ağır yükün ucbatından qeyri-ixtiyari sağa-sola səndələməsini xəyal edib gülürəm. Bilmirəm nədəndir, dəfələrlə özümə söz vermişəm ki, belə şeylərə son qoyacağam. Amma bunu yanlış bir şey olduğu üçün yox, sırf Allahın acığına gedər mənə bəla verər deyə düşünmüşəm. Əgər Allah olmasaydı, yəqin ki, heç nəyə vezimi almadan bildiyim kimi davam edərdim. Amma onu da deyim ki, yenə də öz bildiyimi eləyirəm. Misal üçün, biz kəndin lap axırında yaşayırıq. Arxın suyu az gəlir. Hər dəfə mən öz hovuzumu su ilə doldurub, arxasınca arxın suyu kəsiləndə və qonum-qonşu məcbur qalıb maşınla bahalı qiymətə su alanda bu mənə inanılmaz ləzzət edir. Çünki arxın suyu müftədir. Amma maşınla gələn suyun bərəkəti yoxdur. Elə hey pul verirsən, yenə də su çatmır. Hətta həmişə su yığmağa çıxanda ürəyimdə deyirdim, təki məndən sonra arxa su gəlməsin. Çünki mən öz yerimi suvarandan, hovuzumu doldurandan sonra başqalarının su tapmaması, əziyyət çəkməsi gördüyüm işdən mənə daha çox ləzzət verir. Hətta kiminsə öldüyünü eşidəndə, bunu ilk dəfə eşidəndə içimdə qəribə bir sevinç dalğası yaranır. Lakin sonradan pis olmağa başlayıram. İlk anda niyə sevindiyimi bilmirəm, amma sonradan o adamı bir də görməyəcəyimi dərk edəndə içim göynəməyə başlayır. Ona görə də artıq Allahdan ümidimi üzməyə başlayıram. Çünki bu cür adamamsa, o mənə çətin ki kömək etsin. Elə həyatıma da baxıram ki, heç nə düzəlmir. Çünki artıq bədənim də sözümə qulaq asmır. Yəqin Allah mənə bəlanı birdən vermir. Yavaş-yavaş əzab çəkdirə verir. Eybi yox, layiqəm, amma mən bütün bunlara, bu əməlləri etdiyim üçün layiqəm. Lakin mən niyə bunlara sevinirəm? Niyə pis şeylərdən həzz alıram? Allah bunun da cavabını versin. Amma bunun üçün də yəqin ki, ölüb məhşəri gözləməliyəm. Axı niyə belə oldu? Mən özüm özlüyümdə belə düşünürəm ki, bəlkə də pis şeylərə sevinməyimin günahım məndə deyil, sadəcə travmalarım buna səbəb oldu. Əgər travmalarım ucbatından belə olmuşamsa, onda bəlkə də məndə günah yoxdur. Lakin əgər mən pisliyin fərqindəyəmsə və yenə də bu pis şeylərə sevinməyə davam edəcəmsə, deməli günah məndədir. Amma burada Allahın mənə qarşı necə davranacağını bilmirəm. Ya bütün bu pis şeylərə sevindiyim üçün məni bağışlayacaq, çünki bunların səbəbi travmalarım idi, ya da yalnız fərqində olmadan travmalarımın təsiri ilə pis şeylərə sevindiyim o anları bağışlayacaq. Fərqində olduqdan sonra düşündüyüm pis fikirlərə, içimdəki o qaranlıq sevinclərə görə isə artıq boynuma günah yazacaq. Yəni günahın səbəbi məndən asılı deyilsə, qeyri-ixtiyaridirsə, cavabdeh mən deyiləm. Mən yalnız bilə-bilə etdiyim səhvlərə görə məsuliyyət daşıyıram.
Nə bilim, Allahı da görmək olmur. Hətta bəzən düşünürəm ki, Allah həqiqətən varmı? Varmı? Çünki əgər Allah deyilən məfhum yoxdursa, bütün bu məna dediyimiz şeylər maraqlı bir söhbətin tən ortasında bir adamın saymazcasına uca səslə içini boşaltması, yəni bağırsaq qazını buraxması kimi mənasız və rüsvaycı bir şeyə çevrilir. Hərçənd özüm də bilmirəm dəqiq var ya yoxdur, amma onu da deməliyəm ki, əgər Allah həqiqətən bizi imtahan edirsə, o mütləq surətdə bilinməz olmalıdır. O özünü insandan insana verdiyi elmdən və ağıldan elə gizlətməlidir ki, hər şey sanki Allah yoxmuş kimi görürsün. Allahın başqa əlacı yoxdur. O ona görə də özünü gizli saxlayır. Yəni əgər onun varlığına zərrə qədər maddiləşmiş elmi ya fiziki bir zərrəcik sübut tapılsa, bu ya Allah deyil, ya da Allahdırsa deməli artıq qiyamət qopur. Allahın imtahan planına əsasən biz ölüm anına qədər onun varlığına tam əmin ola bilmərik. Hər nəysə, Allahın varlığı məsələsinə birazdan yenidən qayıdacağam. Hələlik Allahın mənə başqalarına zülm çəkməyimə, acısına gülməyimə görə cəza verməsi məsələsinə geri dönüm. Bir yandan da düşünürəm ki, Allah niyə mənə cəza versin ki? Çünki mən təkcə başqalarına yox, həm də özümə gülməyi sevirəm. Öz həyatıma, uğursuzluqlarıma baxıb qəhqəhə çəkirəm. Hətta özümə baxıb deyirəm: "Ey gicbəsər, həyat çox qiymətlidir. Amma sənin üçün yox. Çünki həyata bir dəfə gəlirik. Özünü reinkarnasiya kimi nağıllarla aldatma. Hətta reinkarnasiya gerçək olsa belə, yəqin ki, sən növbəti həyatında bir milçək kimi dünyaya gələrsən və su içmək kimi bir gölməçəyə inəndə hansısa bir qurbağa səni böyük bir ləzzətlə udar. Ona görə də həyatı çox da ciddiyə alma. Sadəcə gəlmisən, yola ver. Ey gicbəsər, həyat çox qiymətlidir, amma sənin üçün yox." Axı, həyat ziddiyyətlər üzərində qurulub. Kimsə həyatı möhtəşəm, rəngarəng yaşayarkən, kiminki də misal üçün sən mənimki kimi zibil günündə keçməlidir. Həm də ki, sən nə vaxt xoşbəxt olmusan ki, hələ bir bədbəxtlikdən də gilə edəsən. İnsan yalnız əvvəlcə sahib olduğu, sonra isə itirdiyi şey üçün həsrət çəkib bədbəxt olar. Sən xoşbəxtliyi heç vaxt tapmamışdın ki, xoşbəxtliyin nə olduğunu da belə bilmirsən. Qoy əvvəlcə xoşbəxt olub, sonradan hər şeyini itirənlər ağlasın, sızlasın.